Əl ilə yazmağın inanılmaz faydaları. Əl ilə yazmaq sadəcə adi bir vərdiş deyil, eyni zamanda beynimizi inkişaf etdirən güclü bir vasitədir. Yaddaşı gücləndirir. Araşdırmalar göstərir ki, yazı yazan insanlar məlumatı daha yaxşı yadda saxlayır. Çünki beyində xüsusi neyron əlaqələri aktivləşir. Diqqəti artırır. Rəqəmsal cihazlarda diqqət yayına bilər, amma kağız qələm ilə yazmaq fikirlərimizi daha aydın və fokuslanmış hala gətirir. Yaradıcılığı inkişaf etdirir. Əl ilə yazmaq beynin yaradıcı hissəsini aktivləşdirir, yeni ideyalar və həll yolları tapmağa kömək edir. Stressi azaldır. Jurnal yazmaq və ya hisslərini kağıza tökmək insanın daxili rahatlığını artırır, öyrənməni sürətləndirir. Yazmaq prosesini beynin informasiya emalını sürətləndirir və dərsləri daha effektiv öyrənməyə kömək edir. Qələm götür və yaz. Çünki hər yazdığın sətir beynini daha güclü edir. Videonu bəyənib kanala abunə olmağı unutmayın.